ABŞ-nin iqtisadi təcrid əməliyyatı adlandırdığı bu plan Vaşinqtonun iddia elədiyi kimi İranı çökdürəcəkmi? Siyasi şərhçi Rəşad Bayramovla müzakirə eləyəcəyik. Hər vaxtınız xeyir olsun Rəşad müəllim. İqtisadi təcrid əməliyyatı nəyi nəzərdə tutur və bu sanksiyalar əsasən hansı ölkələrə qarşı yönəlib? Yəni ümumiyyətlə götürdükdə Amerika Birləşmiş Ştatları tərəfindən indi tətbiq olunan iqtisadi təcrid özündə müxtəlif sahələrdə iqtisadi sanksiyalar nəzərdə tutur. Yəni burada həm rəqəmsal varlıqlar, həm texnologiya, qızıl, aviasiya, daşımaçılıq və digər sahələr, o cümlədən də neftin ixracını və neft alan, ümumiyyətlə İran məhsullarını alan ayrı-ayrı ölkələrə sanksiyalar nəzərdə tutur. Yəni, indiyə qədər ancaq İran şirkətləri, hansısa İran məhsulları sanksiyaya məruz qalırdısa, artıq bundan sonra İranla ticarət əlaqələri aparan və sanksiyalar altına düşən məhsulların alıcıları da faktiki olaraq, alıcılarına da faktiki olaraq sanksiyalar tətbiq olunacaq. Yəni, nəticə etibarilə indi Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi sanksiyalar uzun illər ərzində tətbiq olunan sanksiyalardan keyfiyyətcə və belə deyək, təzyiqi artırmaq baxımından daha mühüm sanksiyalardır. İran indiyə qədər bu və ya digər şəkildə sanksiyalar altında yaşayıb və müəyyən bir immunitet formalaşıb İranda. Amma burada ən vacib məsələ ondan ibarətdir ki, bu immunitetin formalaşmasında İranın tərəfdaşları mühüm rol oynayırlar. Yəni, İranın Çinlə olan ticarət münasibətləri, İranın Rusiya ilə olan ticarət münasibətləri, digər tərəfdaşlarla olan ticarət münasibətləri İranı bu və ya digər şəkildə ayaqda qalmaq imkanı verir. İndi ikinci sanksiyalara həmin ölkələrin reaksiyasının necə olacağı özü hələ ki böyük sual altındadır. Yəni, bu günləri düzdür. Məsələn, Çinlə neft ixracı İran arasında müəyyən azalmalar baş verir. Yəni, konkret rəqəmlərlə desək, 2026-cı ildə bu rəqəmlər 823 min bareldən 534 min barel həcminə düşüb ki, bu azalma var. Amma bu günləri Çinin hələ ki İran neftinə ehtiyacı var. Bu günləri digər istiqamətlərdə İranın neft alıcılarının həmin neftə ehtiyacı var. Onlar bu sanksiyalara bu və ya digər şəkildə qoşulacaqlarmı? Əsas məsələ odur. Yəni, bu baş verəcəksə İran üçün olduqca ağır nəticələrə gətirib çıxaracaq. Adi bir rəqəmi deyim sizə. Məsələn, Beynəlxalq Valyuta Fondunun hələ iyul ayında açıqladığı rəqəmlərə görə 2026-cı ilin sonuna İran iqtisadiyyatının 5,6% həcmində daralması, gündəlik məhsulların qiymətlərinin isə 68%-dən artıq artımı gözlənilir. Yəni, təsəvvür edək ki, bu hələ İranın, Vaşinqtonun indi qeyd etdiyi o iqtisadi təcriddən əvvəl proqnozlaşdırılan rəqəmlərdir. İndi isə bu təcridin baş verəcəyi halda isə bu rəqəmlər dəfələrlə böyümüş olacaq ki, bu da İran iqtisadiyyatı üçün olduqca ağır nəticələrə gətirib çıxara bilər. Rəşad bəy, belə bir fikirlər də var ki, bu sanksiyaların əsas hədəflərindən biri Çindir. Amma ABŞ-nin Maliyyə naziri Scott Bessent bu iqtisadi təcrid siyasətinin Çinin də maraqlarına uyğun olduğunu deyib. Yəni, bu baxımdan Pekinlə Vaşinqton arasında bu məsələ ilə bağlı gizli razılaşmanın olduğuna dair iddialar yayılıb. Bu iddialar nə dərəcədə reallığı əks etdirir? Çin bu sanksiyalara riayət eləyəcəkmi? Baxın, indiyə qədər ki, Çinin biz davranışlarına baxsaq, görərik ki, Çin üçün təbii ki, prioritet Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı istiqamətində ticarət əlaqələrinin qorunub saxlanılmasıdır. Yəni, bu günləri Çinin iqtisadiyyatı böyük həcmdə qərb iqtisadiyyatına inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir və zaman-zaman Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı tərəfindən İrana tətbiq olunan sanksiyalarda da Çin həmin sanksiyalara tamamilə əməl etməsə də, amma müəyyən mənada bir qism istiqamətlərdə İrandan olan ixracı azaltmaq istiqamətində addımlar atıb. Çünki yenə deyirəm, Çinin ticarət dövriyyəsi böyük həcmdə məhz qərb dövlətləri ilə bağlıdır. İndiki mərhələdə
bu sanksiyaların həm də dolayısıyla Çinə qarşı tətbiq olunması isə Amerika Birləşmiş Ştatlarının özünün maraqlarına cavab vermir. Çünki yenə deyirəm, bu vahid iqtisadiyyatdır və Çin iqtisadiyyatına İranla bu və digər ticarət əlaqələrini hələ də saxladığı üçün sanksiyaların tətbiq olunması faktiki olaraq bunun həm də Amerika Birləşmiş Ştatlarının özünə təsirlərini formalaşdırmış olacaq. Ona görə də İran üst İran Vaşinqtonda ABŞ Maliyyə Nazirliyi bu istiqamətdə Çinlə bağlı addımların atılmayacağı ilə bağlı mövqe də ortaya qoyub. Yəni başqa sözlə Çin məcbur ediləcək ki, bu və ya digər formada İranla ticarət əlaqələrini məhdudlaşdırsın, amma bunu böyük ölçüdə təzyiq formasında etməyəcək və Çinə hansısa formada İrandan neft məhsullarının az da olsa alışı üçün şərait yaradacaq. Çünki bu məhsulların Çin tərəfindən alınmaması faktiki olaraq dünya bazarında enerji qiymətlərinin kəskin şəkildə belə deyək, sıçramasına yatırıb çıxaracaq. Çünki tələbat olduqca artacaq. Bu isə indi Amerika Birləşmiş Ştatlarının özünün də maraqlarında deyil. Ona görə də tamamilə razıyam ki, xüsusən də Çin liderinin yaxın müddətdə Amerika Birləşmiş Ştatlarına səfərləri fonunda və yaxud da Amerika Birləşmiş Ştatlarının bundan əvvəl prezidentinin Çinə səfəri fonunda bu istiqamətdə hansısa bir razılaşma əldə olunub. Həqiqətən də bu günləri İranın indiki davranışları, xüsusən də Hörmüz böhranının meydana çıxması və Hörmüz istiqamətində belə deyək, vəziyyətin gərginləşməsi Çinin də maraqlarına cavab verir. Amma yenə deyirəm, indiki halda bu sanksiyaların birbaşa Çinə də tətbiq olunması ABŞ-ın özünün də iqtisadiyyatına mənfi təsir göstərər deyənə düşünürəm ki, Çin bu ikinci dərəcəli sanksiyalardan müəyyən müddət kənarda saxlanılacaq. Rəşad bəy, yaxşı, bəs İran bu sanksiyalara nə cavab verəcək? Sepahın rəsmi nümayəndəsi Hüseyn Muhabi rəqibin hər cür düşmən hərəkətinə qarşı planlarının olduğunu deyib. Sizcə bu plan nədən ibarət ola bilər? Bugün İranın İqtisadiyyat Naziri də faktiki olaraq oxşar bir bəyanatla çıxış elədi və bildirdi ki, biz Amerika Birləşmiş Ştatları tərəfindən bu cür bir təcrid siyasətin həyata keçiriləcəyini bilirdik və ona görə də bizim bir 2 illik faktiki planımız var. O 2 illik plan da bizə ABŞ-ın indi tətbiq etdiyi sanksiyalara dözmək imkanı verir. Prinsip etibarilə yenə qeyd edirəm, İran indiyə qədər də sanksiyalar altında olub və müəyyən immunitet var. Amma indiki sanksiyalar İran üçün daha ağır nəticələrə yatırıb çıxara bilər və xüsusən də daxildə narazılığı artırmaq potensialına malikdir. Çünki birdən-birə yenə qeyd edirəm, 100% həcmində qiymət artımı ölkədə baş verəcəksə, bu insanların birbaşa belə deyək, gündəlik həyat tərzinə təsir göstərəcək və bu da faktiki olaraq narazılıqları ortaya qoyacaq. İran bu günləri sadəcə o əks addımlar atacaq deyəndə onu nəzərdə tutur və plan da ondan ibarətdir ki, Rusiya ilə, Çinlə və digər tərəfdaşları ilə iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində addımlar atsın. Yəni, onsuz da indiyə qədər dollar sistemindən kənarda qalmaq və s. kimi bu cür addımlar atılmışdır. Burada ona görə də ən vacib olan alın çəkdiyim ölkələrin İranla bu və digər şəkildə geniş iqtisadi əlaqələrə malik olan, yəni İranla iqtisadi əlaqələr deyəndə təbii ki, böyük ölçüdə İranın enerji məhsullarının alıcılarından söhbət gedir. Onların davranışlarından asılı olacaq hər şey. Onlar Amerika Birləşmiş Ştatları sanksiyalarını bir kənara atıb, İranla iqtisadi münasibətləri davam etdirmək istəyəcəklərsə, hə, İran dözə biləcək. Yox, bu baş verməyəcəksə, İran üçün olduqca ağır bir mərhələnin başlanacağını deyə bilərik və Sepahın rəhbərinin nə deməsindən asılı olmayaraq, İran İqtisadiyyat Nazirinin nə deməsindən asılı olmayaraq, bu kampaniya, yəni bu təcrid siyasəti İran üçün çox ağır nəticələrə yatırıb çıxaracaq. Təşəkkür edirik Rəşad bəy, bu mövzuda bizimlə həmsöhbət olduğunuz və öz dəyərli fikirlərinizi bizimlə paylaşdınız. Mən isə dəyərli izləyicilərimizə bir daha xatırladım ki, ABŞ-nin Maliyyə Naziri Scott Bessent İrana qarşı yeni iqtisadi təcrid planını açıqlayıb və hazırda biz siyasi şərhçi Rəşad Bayramovla bu mövzuda danışdıq.